Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah və bə'd. Allah Azze və Cəllənin izni, yardımı və lütfü sayəsində bugün Allah Rasulunu sallallahu aleyhi və səlləm sevməyin əlamətləri haqqında zikr edəcəm. Xüsusi 9 əlamət qeyd etmişəm. İndi onları oxuyacam, səsləndirəcəm. Siz də çalışın, yadda saxlayın. Siz də bir yerlərə qeyd edin, yadda saxlayın, tez-tez təkrarlayın. Bir kimsəni sevmək, onunla bir yerdə olmağı, onu oxşamağı, onu izləməyi, onu daim duymağı, onu gözdən bir kənara qoymamağı gərəkdirir. Bu sevgidə səmimiyyətin ölçüsüdür. Bu səbəbdən də Allah Rasulunu sallallahu aleyhi və səlləm sevdiyini söyləyən şəxs indi bu zikr edəcəyim əlamətlərlə bəzənməlidir. Birinci, Allah Rasulü sallallahu aleyhi və səlləmi sevməyin əlamətlərindən Rasulullahın ardınca getmək, onun sünnəsi üzrə yaşamaq, söz və feillərinə tabe olmaq, onun ədəbləri ilə ədəblənmək, onun xasiyyəti ilə bəzənmək. Belə ki, Allah Azze və Cəllə bu xüsusda buyurur, Ya Rasulum, de, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir. Əlamət 2. Allah Rasulunun əmrlərini nəfsinin arzularından üstün tutmaq. Bu xüsusda da Allah Azze və Cəllə Həşr surəsinin 9-cu ayətində buyruğunu bildirir. Onu inşallah özünüz oxuyarsınız. Allah Rasulunu sevməyin 3-cü əlaməti Rasulullahın sevdiyi şəxsləri, əhl-i beytindən və soyundan olanları, ənsar və mühacirlərdən meydana gələn əshabını sevmək, əshaba düşmənlik bəsləyənlərə nifrət etməkdir. Çünki bir kimsəni sevən, onun sevdiklərini də sevər. 4-cü əlamət, Allahı və Rəsulunu sevməyənlərə nifrət etmək və Rəsulullaha düşmən olanlara düşmən olmaqdır. Belə ki, bu xüsusda da Allah Azze və Cəllə Mücadilə surəsinin 22-ci ayətində buyurur, Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və onun Peyğəmbəri əleyhinə çıxanlarla öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə dostluq etdiyini görməzsən. Ata, oğul, qardaş birinci dərəcəli qohumdur. İkinci, üçüncü və digər sayda dərəcədə qohumlar, yaxınlar var insanın ətrafında. Allah Azze və Cəllə deyir ki, Allaha və axirət gününə inanan, yəni iman edən birinin Allaha və onun Peyğəmbərinə qarşı çıxanla, bu Allaha və onun Peyğəmbərinə qarşı çıxan atası, oğlu, qardaşı belə olsa, iman edənlərin birinci dərəcəli, təkrar edirəm, atası, oğlu, qardaşı belə olsa, iman edənlərin bu adamlarla dostluq etdiyini görməzsən. Niyə? Çünki bu adamlar Allaha və Peyğəmbərə düşməndirlər. Bunu Allah Azze və Cəllə buyurur Mücadilə surəsinin 22-ci ayətində. 5-ci əlamət Rasulullahın gətirdiyi Quran və İslam əhkamını sevməkdir. Çünki onun əxlaqı Quran idi. 6-cı əlamət Rasulullahın ümmətinə, bu ümmətin xeyrinə işlər görmək. 7-ci əlamət Rasulullahı sevdiyini söyləyən şəxs dünyaya dəyər verməməli, fəqirliyə hazır və razı olmalıdır. Çünki Allah Rasulü sallallahu aleyhi və səlləm onu sevdiyini söyləyən bir nəfərə elə isə fəqirliyə hazır ol buyurmuşdur. Allah Rasulunu sevməyin 8-ci əlaməti Rasulullaha çatmağı, ona qovuşmağı sevmək. Çünki sevən sevdiyinə qovuşmaq, sevən sevdiyinə yaxın olmaq istəyər. Bu sevgidə səmimiyyətin ölçüsüdür. Səmimiyyətin ölçüsüdür sevgidə. Rasulullaha çatmağı, ona qovuşmağı sevmək. Çünki sevən sevdiyinə qovuşmaq və ona yaxın olmaq istəyər. 9-cu əlamət Allah Rasulunu çox xatırlamaq, Allah Rasulunu unutmamaq, Allah Rasuluna mutiliklə salavat göndərməkdir. Çünki Rasulullahı sevməyin yolu onu xatırlamaqdan, ona salavat göndərməkdən, onun sünnəsinə bərk-bərk yapışmaqdan keçir. Allah Azze və Cəllə bizi müvəffəq etsin. Allahumma amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.